Yaradıcı oyunlar özləri də üç qrupa bölünür. Süjetli rollu oyunlar, dramlaşdırılmış oyunlar və bir də konstruktor oyunları. Aha. Süjetli rollu oyunlar əsasən məsələn xəstəxanada həkim, mağazada satıcı, ana, ata rolları ailədə, daha sonra bu heyvanların imitasiyasını etmək belə bunlara aiddir, süjetli rollu. Dramlaşdırılmış oyunlarda əsasən səhnə olur. Bu hər hansı bir bədii əsərin məzmununu öyrənməyə, daha çox personajın xarakterini, səsini məsəl üçün göstərməyi əsas tutur. Üçüncü də konstruktor oyunları idi. Elə adından da göründüyü kimi legolarla, konstruktorlardan istifadə edərək maşınlar üçün qaraj tikməkdir, ev tikməkdir. Bunları əhatə edir. Aha. Şifahi sözlü oyunlar nədir? Hansı? Şifahi sözlü oyunlar. Şifahi sözlü oyunlara əsasən tapmacalara aiddir. Aha. Yəni burada məqsəd nədir? Qaydalı oyunlara aiddir. Didaktik oyunların növlərindən biridir şifahi sözlü oyunlar. Əsasən sözlərdən, şifahi şəkildə oyunlardan ibarətdir, sual-cavabdan və ən çox da tapmacalardır. Təklikdə oyun. Təklikdə oyun bu əsasən 0-2 yaş aralığını əhatə edir. Tək oynamağa əsasən üstünlük verir belə uşaqlar. Daha çox oyuncağı ağzına aparmaqdır, onun oyuncağı əlində oynadaraq, onun konturlarını barmaqları ilə toxunaraq hiss etməsidir. Aha. Oyuncaqların səsinə qulaq asmaqdır belə. Simvolik oyunlar nədir? Simvolik oyunlar da xəyali olaraq hər hansı bir əşyanı, məsəl üçün taxtanı telefon kimi istifadə etmək, yaxud qazanı nağara kimi istifadə etmək. Bu isə simvolik oyunlara aiddir. Süjetli rollu oyunlar. Süjetli rollu oyunlar, bayaq dediyim kimi xəstəxanada həkimi oynayır, məsəl üçün bağçada müəlliməni, heyvanların səsini məsəl üçün çıxartmaq, imitasiya etmək, bunlar süjetli rollu oyunlara aiddir. Əməkdaşlıq oyunları neçə yaşdan başlayır? Əməkdaşlıq oyunları orta qrupdan başlayır. Aha. Əməkdaşlıq oyunları 3-4 nədir? yaşa aid. Necə? Əməkdaşlıq oyunları nədir? Əməkdaşlıq oyunları da bir-biri ilə oynamasıdır. Daha çox bu oyun zamanı uşaqlar sosiallaşırlar. Rol mübadiləsi apara bilirlər, bir-birlərinə ideyalarından məsəl üçün faydalana bilirlər. Aha. Və qarşıya qoyulan hər hansı bir problemi birgə həll etməyə çalışırlar. Bəli. Stolüstü çap oyunları. Stolüstü çap oyunları da didaktik oyunların növlərindəndir. Bura əsasən latolar, cüt şəkillər, daha sonra ayrı-ayrı əşyaları əks etdirən şəkillər bunlara aiddir. Konstruktiv simvolik oyun nədir? Konstruktiv simvolik oyun. Aha. Taxta kublardır da. Taxta kublardan, legolardan istifadə edərək hər hansı bir oyuncaqların, qarajların, yəni evlərin tikintisi. Sonra Sonra bilmirəm. Sonra yadımdan çıxdı. Simvolik oyun, simvolik bilirəm ki, taxtadan istifadə edir telefon kimi, güya telefondur. Qazanı işlədir, məsəl üçün güya nağaradır. Hansısa bir korobkadan istifadə edir ev kimi. Bunlar simvolik oyunlara aiddir bilirəm. Doğrudur müəllimə. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Təbəssüm müəllimə. Bəli müəllim, axşamınız xeyir. Vaxtınız xeyir müəllimə. Buyurun müəllimə, siz deyin, oyunun fəaliyyəti nədən ibarətdir? Əhəmiyyəti nədir? Müəllimə, oyun uşaqların inkişafına xüsusi təsir göstərir. Buradakı müəllimə, burada elə bir ki, fəaliyyət növü oyundur. Uşaqlarda bir sıra bilik və bacarıqları formalaşdırır. Uşaqlarda burada oyunlar elə ki, baş rol olur da. Biz elə bir ki, bağçalarda da bu oyunlardan istifadə edirik. Məşğələlər arası, məşğələdən sonra, axşam fəaliyyətində uşaqların burada dünya görüşünü artırır, cədliyini, çevikliyini artırır.
bilik və bacarıqlarının formalaşmasına kömək edir. Oyunlar neçə qrupa bölünür? Müəllimə, oyunlar 2 qrupa bölünür. Qaydalı oyunlar, yaradıcı oyunlar. Yəni yaradıcı oyunlar özdəki 3 yerə bölünür. Şifahi süjetli rollu oyunlar, diqqətləşdirilmiş oyunlar, konstruktor oyunlar. Yəni mən bu konstruktor oyunlardakı tikinti materiallı oyunlardır. Dramalaşdırılmış oyunlar nədir? Yəni dramalaşdırılmış oyunlar burada elə bil ki, uşaq hər hansı bir deyim də səhnəciyin özündə o obraza girir, onu canlandırır. Dramalaşdırılmış oyunda. Bu uşaqlarda öyrədici və təkmilləşdirici xarakter daşıyır. Bəli. Onlar hekayənin məzmununu öyrənirlər. Yəni burada bir səhnə var. Canlandırırlar. Elə bil ki, özlərini elə bil ki, onun roluna qoyurlar. Məncə məsələn hər hansı bir dramalaşdırılmış oyunda, məsələn Məlik Məmməd deyək də belə, məsələn onu mənim elə bil ki, onu özündə görür. Onu göstərir. Elə bil ki, onun içində olur da, mənim belə rolu dillə desək. Onu yaşayır. Düzdür. Qaydalı mütəhərrik oyunlar. Mütəhərrik oyunlar burada da elə bil ki, uşaqların hərəkətliliyidir, qaçması, sonra uşaqlarda nitqi, düşüncəni inkişaf etdirir. Bu oyunlarda mənim elə ki, xalqa olan elə ki, oyunlardır, milli oyunlardır. Şifahi və sözlü oyunlar. Şifahi sözlü oyunlar, burada da şifahi sözlü oyunlarda elə bil ki, mürəkkəb məzmuna elə bil ki, xas olur. Uşaqlarda diqqətlə dinləmə bacarıqları olur. Sonra onlar elə ki, nəsə deyirsən, onlar elə bil ki, o sözü belə desək ağızdan tutur, şifahi cavab verməyə çalışır, test tapmağa fikirləşir. Ona görə belə ən çox deməm şifahi yayılmış oyunlardır. Burada mənim elə ki, didaktik oyunlara aiddir. Stolsi çap oyunları. Stolbu çap oyunlardakı burada elə ki, uşaqlar ən çox necə deyim, dominolardır, legolardır, bunlardan istifadə edirlər. Stolsi çap oyunlarda. Əməkdaşlıq oyunlar. Əməkdaşlıq 3-4 yaşda başlayır. Paralel oyundan olaraq keçir əməkdaşlığa birbaşa. Orada uşaqlar hər şeyini paylaşırlar, bir yerdə oynayırlar. Amma paralel oyunlar bir otaqda olurlar, amma bir yerdə oynamırlar. Lazım gələndə nəsə bir-birlərindən əşyanı istəyirlər paralel oyunda. Təklikdə oyun. Təklikdə oyunda burada uşaqlar elə bil ki, təklikdə oynamağı sevirlər də. Öz əşyaları olsun, təklikdə oynasınlar. Belə. Sərbəst oyunlar. Sərbəst oyunlardakı, burada təklikdə oyundan elə bil ki, başqa cür olaraq, burada elə bil ki, lazım olanda elə bil ki, müəllimədənmi, ya özündən bir böyük qrupun uşaqlarındanmı, elə bil ki, onlardan ehtiyac duyurlar da, kömək istəyirlər sərbəst oyunda, lazımı gələndə. Bəli. Sensomotor oyunlar. Sensomotor ondakı toxunmadır, hərəsi bir əşyaya toxunursansa odur. Toxunmadır, sensomotor oyun. Gözü bağlı məsələn olursa, nəyəsə toxunursansa ondan tapır ki, məsələn bu almadır, bu heyvadır, bu məsələn hansı bir gəlincikdir, toxunaraq, hiss edərək. Konstruktorlu oyunlar. Konstruktor da olunur ki, burada da mənim elə bil ki, söküb yığmaqda konstruktor, hər hansı bir evi məsəl üçün tikə bilər. Orada bizdə bağçada var, taxma bir-birinə tikinti materialları. Məsəl üçün bina tikə bilər, söküb yığmaqda mənim konstruktor oyunlar. Dramatik simvolik oyun. Dramatik simvolik oyun, burada da mən yenə deyirəm, elə bil ki, simvolik deyəndə uşaq hər hansı bir şeyi nəyisə, məsəl üçün düzəldir. Məsəl üçün, burada gəmi görürsə, elə ki, gəmini öz xəyalı olaraq canlandırır, onu elə ki, düzəldir, düzəltmədir. Dramlaşdırılmış oyundakı, burada da bayaq dediyim kimi, hər hansı bir obrazı canlandırır. Bəli. Və dramatik simvolik oyun budur ki, tutaq ki, bir var ki, burada yəni həkimin iynəsindən istifadə olunur. Bir də ki, hər hansı bir taxta, çubuqdan iynə kimi istifadə olunur. Biri var mənim öz düzəltdiyindən istifadə edir. Bir də var ki, həqiqət olan bir şeydir. Bəli, doğrudur. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Buyurun müəllimə. Maniyə müəllimə. Vaxtınız xeyir. Hər vaxtınız xeyir müəllimə. Buyurun müəllimə, sizin oyunun əhəmiyyəti nədən ibarətdir? Oyun nədir? Oyun uşaqların şəxsiyyət kimi formalaşmasında ən mühüm rol oynayır. Uşağın demək olar ki, mənəviyyətinin bünövrəsi oyunlar vasitəsilə düzəlir. Vygotsky da demişdi ki, uşaqlar
oyun oynayanda yaxud inkişaf zonasında olurlar. Çünki onlar özündən böyük uşaqlarla da oynayır, özündən kiçik uşaqlarla da oynayırlar da. Oyun vasitəsilə uşaqlar daha çox inkişaf eləyir. Ancaq Makarenko demişdi ki, elə bir uşaq oyunda özünü necə aparırsa, həyatda da böyüyəndə elə olur. Bir də görürsünüz ki, uşaqlar oyun oyunda cırnayırlar. Elə uşaq var ki, deyir elə hər şey mənimdir. Yəni uşağın demək olar ki, bünövrəsi qoyulur da. Oyunda uşaq özünü necə aparırsa, Makarenko deyirdi ki, böyüyəndə də uşaq özünü elə aparır. Oyunlar adətən iki yerə bölünür. Qaydalı oyunlardır, bir də yaradıcı oyunlardır. Yaradıcı oyunlar üç yerə bölünür. Dramlaşdırılmış oyunlar, sujetdə rollu oyunlardır, bir də konstruktor oyunlardır. Sujetdə rollu oyunlar əsasən obrazların, deyim ki, obrazların elə bir ki, yamsılanmasıdır. Sujet əsasında hazırlanır. Ancaq burada uşaqlar elə bir ki, kimisə təlqin eləyirlər də, elə bir kimisə təlqin eləyirlər də, yamsılayırlar. Ancaq konstruktor oyunlarda uşaqlar nəsə tikirlər, nəsə düzəldirlər. Dramlaşdırılmış oyunlarda da bizim nağıllarımızdır, əsərlərimizdir. Uşaqlar həmin o obrazlara girirlər, həmin o rolları elə bir ki, ifa eləyirlər. Həm cırtdan rolunu, qırmızı papaq rolunu uşaqlar ifa eləyirlər. Qaydalı oyunlar... Buyurun. Danışım. Qaydalı oyunlar iki cürə olur, iki növü var. Mütəhərrik oyunlardır, bir də didaktik oyunlardır. Mütəhərrik oyunlar bizə demək adət-ənənələrimizdən gəlibdir. Həm hərəkətli oyunlardır, həm də böyüklərimizdən, adət-ənənələrimizdən nəsildən nəsilə keçmiş oyunlardır. Bu mütəhərrik oyunlar demək olar ki, bax bizdə gizlin paşdır, bənövşədir, yaylıq atlıdır. Yəni qaydası olur. Bu oyunun qaydası olur. Elə bir ki, qaydadan qırağa çıxmaq olmur. Ona görə bu oyunlara qaydalı oyunlar deyirlər. Didaktik oyunlar da öyrədici oyunlardır, tərbiyə edici oyunlardır. Didaktik oyunlarda uşağın elə bir ki, idraki inkişaf eləyir. Didaktik oyunlar üç yerə bölünür. Şifahi, stol üstü, bir də oyuncaqlarla oyunlardır. Şifahi oyunlara, didaktik oyunları şifahi oyunlara aiddir. Nətər deyim, tapmacadır. Ondan sonra tapmaca oyunlarıdır. Ancaq stolüstü oyunlara lotolardır, dominodur, puzzle'lardır. Uşaqlar oynayırlar, kubik, rubiklərdir. Oyuncaqlar da oyunlarda ki, adi oyuncaqlardır da, oyuncaqlardan uşaqların oynamaqlarıdır. Sərbəst oyunlar nədir? Sərbəst oyunlar uşaqların özlərinin də, elə bir ki, bir otaqdadırlar, hərəsi özü üçün sərbəst oynayır. Hərəsinin öz ideyası var, öz yaradıcılığı var, hərəsi öz oyuncağından oynayır sərbəst şəkildə. Əməkdaşlıq oyunu. Azad oyundur. Hansı? Əməkdaşlıq. Əməkdaşlıq oyunları odur ki, uşaqlar bir yerdə oynayırlar. Ən çox da bu 3-4 yaşda başlayır əməkdaşlıq oyunlar. Bu ikinci körpələr qrupundan sonra başlayır bu oyunlar. Yox, orta qrupdan başlayır bu oyunlar. Burada uşaqlar yavaş-yavaş bir-birlərindən ünsiyyət qurmağa çalışırlar. Bir yerdə nəsə qurmağa, düzəltməyə çalışırlar. Belə. Bəli. Konstruktor oyunlar nədir? Konstruktor oyunlar odur ki, uşaqlar kubiklərlə ev tikirlər, qaraj tikirlər. Məsələn, yaradıcılıq. Sujetli rollu oyunlar. Sujetli rollu oyunlar uşaqlar obrazları eləyirlər. Bax, biri həkim olur, biri mağazində satıcı olur. Bax, belə. Ya ana olur. Dramatik simvolik oyun nədir? Dramatik simvolik oyunlar rollar və hadisələrdir də. Elə bir ki, bax, elə bir ki, bayaqlarda dedim, nağıllarda bizim bədii əsərlərdəki qəhrəmanlardır. Zoluşqadır, qırmızı papaqdır, qoğaldır. Bax, bu nağılların roluna gelirlər. Həmin rolları ifa eləyirlər uşaqlar. Bəli, doğrudur. Çox sağ olun, mənə təşəkkür edirəm. Sağ olun, siz sağ olun. Buyurun. Eyma profil olan müəllimə. Buyurun müəllimə, salam. Hər vaxtınız xeyir müəllimə. Buyurun, deyin, oyunlar neçə yerə bölünür? Oyunun əhəmiyyəti nədən ibarət? Oyunlar iki yerə bölünür. Qaydalı oyunlar, bir də yaradıcı oyunlar. Oyunun əhəmiyyəti oyun uşaqlarda idraki inkişafına, sosial bacarıqlara,
birlikdə oynamaq, ondan sonra əməkdaşlıq etmək, ki, bir-birinə kömək etmək kimi müsbət hisslər yaradır. Vygotsky deyir ki, artıq oyunlar zamanı uşaq yaxın inkişaf zonasının aktual zonaya keçir. Makarenko da deyir ki, böyüklər nə qədər böyüklər üçün əmək vacibdirsə, körpələr üçün də oyun ilə vacibdir. Yəni uşaq oyun vasitəsilə aləmi dərk edir, mühiti dərk edir, aləmində həyata atılır bir növ, həyata hazırlanır. Oyunlar iki yerə bölünür, qaydalı oyunlar, bir də yaradıcı oyunlar. Yaradıcı oyunlar, qaydalı oyunlar. Yaradıcı oyunlardakı süjetli rollu oyunlardır, yaradıcı oyunlar. Sonra simvolik oyunlardır, yaradıcı oyunlar. Bunlar aiddir yaradıcı oyunlara. Qaydalı oyunlardakı həm didaktik oyunlardır, bir də ki mütəhərrik oyunlardır. Oyuncaqlarla oyun nədir? Oyuncaqlarla oyun didaktik oyunlara aiddir. Uşaqların sərbəst oynamağı da, müxtəlif oyun, istənilən oyuncaqlarla sərbəst fəaliyyəti sərbəst ola bilər. Yəni kollektiv şəkildə də, cütlər şəklində də, qrup şəklində də oyuncaqlarla müstəqil oynamasıdır. Bu didaktik oyuna aiddir. Oyunların biridir. Stolüstü çap oyunları. Stolsuz çap oyunları da elə bir ki, bu bir növ uşaqlarla legolarla, puzzlarla, mozaikalarla, şəkilli kartlarla olan oyunlardır. Stolsuz çap oyunu. Bu idrak fəallığı tələb edən oyunlardır bir növ. Paralel oyunlar. Paralel oyunlar da əsasən 2 yaşında olur. 2 yaşından sonra. Əgər 1 yaşında təklikdə oyun edirsə, burada qarşılıqlı fəaliyyət idi, müəllim uşaq fəaliyyəti. Paralel oyunda isə artıq paralel gedir. Lazım oldu təklikdə oynayırlar uşaqlar. Ancaq lazım olduqda bir-birinin əşyalarından, da lazım olan əşyalardan istifadə etdikdə bir-biri ilə təmas qururlar. Sensomotor oyunlar. Sensomotor oyunlardakı burada duyğu vasitələri əsas rol oynayır. Yapma fəaliyyətdə qumlarla da, yəni qum, su, qum, belə torpaqla da ola bilər. Yapma fəaliyyəti. Bir növ toxunmaq da, toxunma üzvləri vasitəsilə inkişaf etdirilən oyunlardır. Simvolik oyunlar nədir? Simvolik oyunlar uşaqların xəyal gücüdür. Məsələn, müəyyən əşyalardan, tutaq ki, kubikləri uşaq götürür, telefon kimi istifadə edir, çubuqdan at kimi istifadə edir. Bunlar ki, bir növ simvolik oyunlar. Uşağın xəyalının məhsuludur, yaradıcılığıdır, xəyal oyunlardır. Dramatik simvolik oyunlar nədir? Dramatik simvolik oyunlar da uşaqların özlərinin dramatiklə elə bir ki, əşyasız oyunlardır. Hər hansı bir nağıl personajlarını, nağıl qəhrəmanlarını xəyallanır. Onu elə bir ki, simvolik, xəyalən özünü nağıl qəhrəmanına çevirməsidir. Dramatik simvolik oyunlar. Doğrudur. Yəni burada hər hansı bir əşyadan istifadə olunmasıdır. Bəli. Çox sağ olun, mən təşəkkür edirəm. Buyuruz mənim. Siz də. Müəllimə, olar bir sual verim. Bəli, Sonra mən soruşacağım. Olar bir dənə sual verim dərslə bağlı. Müəllimə, bu sujetli rollu oyunlar var. Mən belə başa düşürəm ki, burada elə bir ki, sujetli oyunlar kiçik qruplarda olur. Burada elə bir ki, başqasının gözü ilə baxır, düzdürmü? Amma 3-6 yaşdan olanda orada hərəkətli olur. Orada üzə öz gözü ilə baxır da sujetli rollu oyunlarda. Bu düzdür, mən belə başa düşmüşəm, belə olur, yəni hərəkətliliyə çevrilir. Öz bildiyi, yəni nəyi bilirsə o olur körpələr qrupuna aid. Amma artıq böyük qrupda 3-6 yaşda, burada artıq yəni hər hansı bir obrazı canlandıra bilir. Yəni körpələrdə öz tanıdığı, bildiyi rola girir. Yəni o aiddir körpələrə. Bəli, mən bir də ki, bu biz keçdik oyuncaqlar, stolüstü oyuncaqlar. Mən orada elə bir ki, hissələrə ayrılan oyuncaqlar da olur, düzdür? Yəni elə kukla var ki, məsəl üçün onun hissələri olur, eləsi var hissələri olmur. O da olur da müəllimə, düzdür? Aha, hissələrə ayrılan oyuncaqlar, bəli. Bəli. Amma körpələr qrupunda olmaz, çünki körpələr qrupunda uşaq onu ağzına aparır. Başa düşmür.
Bir də özə başa düşdünüz axı müəllimə. Oldu müəllim, onu bilmək istəyirdim ki, görüm olur elə. Bəli. Çox sağ olun. Körpələrdə musiqi səs çıxardan oyunur da, maraqlı gəlir uşaqlara. Aha. Buyurun Elvin. Müəllimə, üzr istəyirəm, bilirsiniz nəyə görə dedim mən soruşum. Həm telefon zaryadkası azdır, birazdan Sırayla gedirəm. namaz vaxtıdır. Hə, ona görə qadan salam. Əgər mümkünsə. Yox, mən sizin nə vaxtınızda. Buyurun, oyunlar nədir? Oyunlar neçə ilə bölünür? Mən deyim. Bəli, siz deyin. Bəli, hə, oyunlar iki yerə bölünür, yaradıcı və qaydalı. Aha. Qaydalı özü-özündə 3 yerə bölünür. Süjetli rolundu, dramlaşdırılmış, bir də konstruktiv oyunlar. Qaydalı yox müəllimə, yaradıcı oyunlar. Müəllimə olar. 3 yerə bölünür. Qaydalı dedim. Bəli, qaydalı dediniz. Dramlaşdırmış dedim. Aha. Süjetli rollu, dramlaşdırmış, bir də konstruktiv. Səhv deyil. Tikinti, bəli. Düzdür. Hə. Sonra qaydalı oyunlar neçə yerə bölünür? Qaydalını hə bayaq dedim. Yəni o ümumi iki yerə bölünür. Qaydalı oyunlar da bölünür mütəhərrik və didaktik oyunlar. Oyuncaqlarla oyunlar nədir? Oyuncaqlarla oyunlar yaradıcı oyundur. Oyuncaqlarla oyun. Aha. Sizə qəbul. Bunu söndürün. Yəni burada artıq uşaqlar hansı ki oyuncaqlar vasitəsilə öyrənirlər, uşaqların idrakları inkişaf edir, motor bacarıqları inkişaf edir, rənglər tanıyırlar. Salam müəllimə. Deyirsən çıxdı ya müəllimə. Müəllimə hə çıxdı, hər vaxtınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun müəllimə. Mən oyun haqqında biraz məlumat verim. Yəni onlar da bayaqdan gözləyirəm, dedim müəllimə danışsın. Müəllimə görə qoşulmazsa siz edərsiniz. Sadəcə siz. Hə, yaxşı. Yəqin ki, müəllimə zərtqası qutardı, ona görə çıxdı. Buyurun müəllimə. Müəllimə gələnə qədər siz sual-cavabda iştirak edin. Hə, olar müəllimə. Deməli uşaqlar Mən gəldim müəllimə. vasitəsilə Gəldim o azanı keçirdim ki, mane olmasın. Allah acıq etməsin. Aha. Buyurun müəllimə. Oyuncaqlarla oyunlarda Sağ olun. çıxdınız. O hərəkətli oyuncaqlar olur orada, musiqili oyuncaqlar olur orada. Onu deyirsiniz yoxsa? Bəli. Aha. O körpə qrupda olur ən çox, yəni ki, amma sökülüb yığılan oyuncaqlar da böyük qruplarda olur biraz. Stolçu çap oyunlar nədir? Stolsu çap dominodur, legodur, sonra mozaikadır. Yəni əsas didaktikə onlar meyillidir. Zehni, riyazi ola bilər, say kartlar ola bilər, sonra hərf kartları ola bilər belə. Təklikdə Şəkilli oyun. kartlar. Təklikdə oyun. Bəli, təhlildə oyun müəllimə balaca lap balaca yaşda olur. Uşaq öz aləmində sərbəst öz daxilində elə bil oynayır. Daha o təxəyyülündə də oynaya bilər o uşaq. Heç biz onu elə də hiss eləyə bilmərik. Sərbəst oyunlar. Sərbəst o da təhlildə kimdir? Biraz yaşca ondan böyük də. Orada fərq ondadır ki, o birdən ehtiyacı olanda böyükdən kömək istəyə bilər. Ya özündən biraz böyük, ya valideynindən, ya müəllimədən, tərbiyəçidən. Konstruktorlu oyunlar. Bəli. Konstruktorlu oyunlar nədir? Hə, o konstruktor oyunlar, yəni ki, tikinti materialı kimi də gedir. O körpə qrupda da olur, piramidalardan başlayır, konusvari piramidalardan. Yəni ki, quraşdırma oyunlarıdır da. Süjetli rollu oyunlar. Hansısa obrazı canlandırırlar onda uşaqlar. Aha, yəni təqlid, Bəli. imitasiyanın olmasıdır burada. İmitasiya, bəli, təqliddir. Simvolik oyunlar. Simvolik hansısa əşyanı canlandırır, hansısa əşyanı əşyəyə oxşadır. Məsəl üçün, qapaqdan rol kimi istifadə eləyir, çubuqdan at kimi, nəyisə ütü kimi istifadə eləyir, bir nəsə ütülüyür, taxta parçası, o nə, bax belə.
Dramatik simvolik oyunlar nədir? Dramatik, dramlaşdırılmış oyunlar, orada əşyalar olmur. O simvolik sözü çaşdıra bilər adamı. Onlar elə bil rol üzərində oxuyurlar da, elə bil kimisə danışaraq canlandırırlar, hərəkətinlə canlandırırlar. Amma süjetli rolda oyundakı kimi, yəni və o birilərdə əşya olmur orada. Əşyasız öyrədici olur o oyunlar. Bəli. Əsas əşyasız olur. Yox. Yəni burada əvəzləyici olur. Əvəz edici, hə, bəli. Bəs konstruktiv simvolik oyunlar nədir? Konstruktiv simvolik. Onlar yəqin ki qurucu, amma oxşar. Həm qururlar, həm oxşarlar. Raket mi düzəldirlər, skafandr mı düzəldirlər, belə onu deyirsiniz. Yəni burada hər hansı bir əşya əvəzləyicindən istifadə olunur da. Yəni həmin şeydən yox, onun əvəzləyicisindən istifadə olunur. Bəli, bəli. Kardondan düzəldə bilərlər bir raket mi, ya özünə skafandr mı, güya astronavtdır. Doğrudur. Çox sağ olun, müəllim. Təşəkkür edirəm sizə. Allah razı olsun. Sağ olun. Sağ olun. Buyurun Elşad Profesor müəllimə. Salam müəllimə. Axşamınız xeyir olsun. Aydan müəllimədir. Buyurun müəllimə, siz danışın, oyunların əhəmiyyəti nədir? Deməli müəllimə, uşaq oyun vasitəsilə həyatı dərk etməyə başlayır. Məsələn, uşaq oynayarkən materialları, yəni oyuncaqların rəngini, formasını, xassəsini, məkana münasibətini, kəmiyyətini öyrənir. Bundan əlavə bitkilər, heyvanlar haqqında da müəyyən təsəvvürlər əldə edilir. Bundan əlavə Vygotskyinin də dediyi kimi, uşağın ən yaxın inkişaf zonası onun oyun zamanı baş verir. Yəni oyun zamanı ətraf aləmi daha yaxşı dərk etməyə başlayır. Bundan əlavə oyunlar iki növə bölünür. Yaradıcı oyunlar, bir də ki, qaydalı oyunlardır. Bir də ki, mən bunu soruşum. Məsələn, müəllimələr bayaqdan izah eləyir. Mən onlara qulaq asıram. Məsələn, məndə işə qəbuldur da, yəni mən bağçada işləmirəm də hələ. Onlar müəyyən oyunları deyirlər. Məsələn, mən onları amma bilmirəm. Yapma, yapışdırma bəzi şeylər var. Məsələn, mən onları bilmirəm də. Hansı müəllimə? Ümumiyyətlə, indi müəllimələr danışırlar. Məsələn, bağçada olan deyirlər, yapma, quraşdırma, həmin oyunlardan danışırlar. Yəni, hələ onları mən bilmirəm də. Biləcəksiniz. Rəsmi növlərinə aid. Yəni məndə sıfır bazadan da belə deyim də mən. Nəysə, qayıdım dərsimə. Bəli, oyunlar iki böyük hissəyə bölünür. Yaradıcı oyunlardır, bir də ki, qaydalı oyunlardır. Yaradıcı oyunlar da özü 3 yerə bölünür. Sujet rolludur, dramlaşdırılmışdır, bir də tikinti quraşdırma, yəni konstruktor oyunlardır. Mən burada məsəl üçün tikinti quraşdırmanı başa düşdüm. Məsələn, uşaq hər hansı bir maşının məsəl üçün təkərlərin yerinə salır, nəsə kubiklərdən düzəldir. Onu bildim, amma sujet rollu ilə dramlaşdırılmış oyunun əsas fərqi nədir? İkisində də obraz var. Uşağın xəyali. Mən başa salım onu müəllimə. Müəllimə bilmək istəyir. Buyurun müəllimə. Bəli, təxəyyülü var. Müəllimə, siz indi işləmirsiniz də, biz işləyən müəllimələr. Bax, sujet rollu oyunlarda məsəl üçün, uşaq həkim rolunu, xalatını geyinir, məsəl üçün, onu canlandırır. Məsəl üçün, ya aşpaz olsun, ya müəllim olsun. Amma dramlaşdırılmış oyunda uşaq, məsəl üçün, mən dediyim kimi, nağıl qəhrəmanını onu yaşayır, içində olur. Yəni, dramlaşdırılmış oyundur. Mən bir söz deyim. Fərqi varsa, İçində də obraz var. Mən bir də deyim fərqini. Bir fərqi də odur ki, dramlaşdırılmış oyunlarda səhnə lazımdır. Bəli, müəllimə, bəli. Mən istədim deyəm, bəli, səhnə lazımdır. Məsələn, hər hansı bir müəllimə nağıl qəhrəmanı deyə, məsələn, qırmızı papağın nağılını deyə, ya cırtdanın nağılını deyə, eləmi? Baxın, müəllimə, dramlaşdırılmış dedikdə onu nəzərdə tutur da. Həmin o şəkildə sizə veriləcək bir pərdə veriləcək və yaxud bir arxası bir səhnə verilərsə, onu götürürsünüz, dramlaşdırılmış oyun. Yox, əgər uşaq tutaq ki, hər hansı bir obrazı canlandırırsa, yəni satıcı rolunu oynayırsa və ya kasser rolunu oynayırsa, onu da götürürsünüz. Təqlid deyək də müəllimə. Məsələn, təqlid desən, sujet rolunu götürüm mən. Götürün. Bəli, hardasa bir obraz desə, dramlaşdırılmışı götürəcəm.
Yəni qoy mənə belə deyim də, indi biraz mənim özümə də çətin gəlir. İndi Bax, 31 elə bir ki, yaşına müəllimə, biraz deyirlər, birinci sən çeviribsən. müəllimə, üzr istəyirəm. Birinci Bəli. uşaqlar nağılların, hekayənin əvvəlcə məzmununu, məsəl üçün mən onu uşağa danışıram. Uşaq onu başa düşür, məzmununu. Sonra ona uyğun onu canlandırır. Amma sujetli oyunda mən uşağa nağıl danışmıram. Uşaq məsəl üçün görür ki, mən müəllimə paltarı geyinmişəm, həkim xalatı geyinmişəm. Uşaq gedir onu Bəli. geyinir, amma bilmir ki, bu nədir. Ay sağ ol. Bax, fərqimiz budur. Fərq budur. Bəli. Bilmirəm, siz başa saldım yoxsa yox. Fərq Yox, budur. yox, sağ olun müəllimə. Bəli, başa düşdüm. Yəni obraz varsa, hər hansı bir nağıl qəhrəman varsa, ancaq oradan tuta bilərəm mən onu. Ki, bu sujet roludur, yoxsa dramlaşdırılmışdı. Məni siz mənə deyin, təklikdə oyun nədir? Müəllimə, təklikdə oyun əsasən 0-2 yaş uşaqlarda daha çox müşahidə olunur. Məsələn, uşaq tək başına oynayır. Yəni biz ona, mən belə deyim də, müdaxilə etmirik. Paralel oyun. Necə müəllimə? Paralel oyun. Paralel oyun üçün məsələn bir xalça sərmişik biz uşaqçın, 2 uşaq oynayır, amma bir-birlərindən əməkdaşlıq eləmirlər. Məsələn, ola bilər eyni oyuncaqdan istifadə eləyirlər. Məsələn, biri ondan başqa cür istifadə eləyir, digəri isə başqa cür. Bu da ən çox 2-4 yaşlı uşaqlar üçün, yəni əhəmiyyətlidir. Yəni 2-4 yaşlı uşaqlar. Müəllimə, statistik çap oyunları didaktik oyunlara aiddir. Orada da kağızlardan, şəkillərdən məsələn istifadə olunur. Sonra siz mənə deyin, konstruktiv oyunlar nədir? Daha doğrusu, Konstruktiv oyunlar, deməli müəllimə, tikinti quraşdırma oyunları da dediyim kimi yaradıcı oyunlar, yəni uşaqlar tərəfindən özlərinin öz ideyaları ilə olan oyunlardır. Quraşdırma, o bayaq müəllimələr də dediyi kimi, quraşdırma, nə bilim yapma, bax bunlara aiddir. sərbəst oyunlar. Sərbəst oyunlar, uşaqlar yenə burada da təklikdə oyun kimi özləri oynayır, amma məsələn anadır, məsələn valideyndir, uşağın böyükləri və ya da tərbiyəçi müəllim bağçada uşağın çətinlik çəkdiyi hissədə ona köməklik eləyirlər. Sensomotor oyunlar. Bu da hiss üzvləri vasitəsilə məsələn uşaq qumdur, sudur, nə bilim cildi, yəni hiss üzvləri vasitəsilə bilir. Bəli. Çox sağ olun, mən təşəkkür edirəm. Siz sağ olun müəllim. Buyurun. Günel müəllimə. Salam müəllim, axşamınız xeyir olsun. Vaxtınız xeyir müəllimə. Buyurun müəllimə, siz oyunlar neçə yerə bölünür? Oyunlar 2 yerə bölünür. Yaradıcı oyunlar, bir də qaydalı oyunlar. Hansılar yaradıcı oyunlar, hansılar da qaydalı? Yaradıcı oyunlara tikinti quraşdırma oyunlara aiddir, dramlaşdırılmış oyunlara aiddir, sujetli rollu oyunlara aiddir. Sujetli rollu oyunlar nədir? Sujetli rollu oyunlar odur ki, məsələn, orada uşaqlar elə bil ki, necə başa salım. Yəni ki, uşaqlar sujet rollar əsasında da fikrimi eləyə bilmədim bir dəqiqə. Hər hansı bir rola girməsi. Bəli, hətta elə bir ki, rola girməsi, hər hansı bir necə deyim, rollardan bir dəqiqə fikrimi verəmədim. Elə bil ki, Onu canlandırması. Dedim, müəllimə, bir dəqiqə empatik hisslər də elə deyək, elə mən yazmışdım, özüm üçün yazıb götürmüşdüm, açar sözlər. Obrazlar və öz təsəvvürlərinə uyğun obrazlar yaradırlar. Sonra xəyali ssenarilər yaradır. Məsələn, xəstəxana rolu oynayırlar, məsələn, həkim roluna girirlər. Sonra mağaza satıcı rolu. Stolüstü çap oyunlar nədir? Stolüstü çap oyunları əsasən kağızlardan, demək, sonra kağızlardan çap olunmuş, necə deyim, istifadə edirlər də, kağızlardan ən çox kəsilmiş onları quraşdırmağından. Əməkdaşlıq oyunları. Əməkdaşlıq oyunları da ki, uşaqlar bir-biri ilə əməkdaşlıq edirlər də, yəni oyunda. Elə ki, hamısı məsələn eyni oyunu oynayırlar, bircə qərar verirlər. Bu ən çox orta yaş qrupuna aiddir. Sərbəst oyunlar.
Sərbəst oyunlar uşaqlar sərbəst fəaliyyət göstərirlər. Burada ən çox. Əgər ehtiyac olarsa, böyüklər müdaxilə edir. Simvolik oyunlar. Simvolik oyunlar odur ki, uşaqlar elə bir hissləri, məsələn, ən çox lamisə toxunma, demək, xəyali obrazları canlandırmaq, yox, daha doğrusu lamisə hisslərdir orada ən çox simvolik oyunlarda. Məsələn, taxtadan Deyin. qarışdırdım. Taxtadan istifadə edir telefon əvəzi, sonra məsələn qutudan maşın əvəzi istifadə edirlər. Sensomotor oyunlar nə oldu? Sensomotor oyunları idi, deyəsəm mən deyim. Yox, biraz qarışdırdınız, amma sonunu düz dediniz. Sensomotor oyunlar indi o demədim mən. Yox, simvolik oyunlar xəyali oyunlardır. Sensomotor oyunlar toxunma, belə də duyğu. Daha indi bildim o qarışdırmışam mən. Məsələn, qumu suya qatırlar, düzəldirlər nəsə. Sonra əllə tutma, sıxma, yoğurma kimi istifadə olunur da, onlar materiallardan istifadə edirlər, yeni şeylər yaradırlar. Bəli. Qumu suya qatırlar, oyun oynayırlar ona. Düzdür müəllimə, çox sağ olun. Sağ olun müəllimə. Buyurun. Elnura müəllimə. Bəli, müəllim, eşidirəm, buyurun. Buyurun müəllimə, siz deyin, oyunlar neçə yerə bölünür? Oyunlar iki yerə bölünür. Yaradıcı oyunlar, qaydalı oyunlar. Yaradıcı oyunlar da özü 3 yerə bölünür. Sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar, konstruktor oyunlar. Qaydalı oyunlar da mütəhərrik və didaktik oyunlar. Sujetli rollu oyunlar nədir? Sujetli rollu oyunlarda uşaqlar rollara girir. Məsələn, həkim rolunu canlandırır, bərbər rolunu, mağazada məsələn satıcı rolunu canlandırır. Bunlar sujetli rollu oyunlardır. Sərbəst oyun. Sərbəst oyunlar zamanı uşaqlar özləri oyuncaqlarla oynayır. Lazım gələndə böyüklərdən kömək istəyirlər. Təklikdə oyun. Təklikdə oyun ən çox 1 yaşlı uşaqlara aiddir. Yəni özü tək oyuncağı ilə tək oynayır da, heç kimə qoşulmur. Paralel oyun. Paralel oyun 2 yaş dövrünə aiddir. Burada iki uşaq yan-yana oynayır oyuncaqla, amma bir yerdə oynamış kimi görünürlər, amma əslində bir yerdə oynamırlar da, hərəsi öz aləmində olur. Əməkdaşlıq oyunları neçə yaşdan yaranır? Əməkdaşlıq oyun orta qrupdan başlayır. Uşaqların birgə oyunu orta qrupdan başlayır. Dramatik oyunlar nədir? Dramatik oyunlarda bayaq dedim, səhnə lazımdır. Yəni sujetli rollu oyunlardan fərqi burada sərbəst dramlaşdırılmış oyunlar əvvəlcədən tələbi var. Burada səhnə lazımdır, pərdələr, arxada fon. Bu cür olanda dramlaşdırılmış oyunlardır. Simvolik oyunlar. Simvolik oyunlar demək əşyaları insanların xüsusiyyətinə köçürürlər burada. Məsələn, taxtadan, pultdan telefon kimi istifadə eləyir, qapaqdan qalxan kimi, süpürgədən tutaq belə at kimi, uzun süpürgədən at kimi istifadə eləyir. Bəli. Çox sağ olun müəllimə, təşəkkürlər. Sağ olun. Mehriban müəllimə. Bəli müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimə. Buyurun müəllimə, oyunlar neçə yerə bölünür? Oyunlar 2 yerə bölünür, yaradıcı oyunlar, qaydalı oyunlar. Yaradıcı oyunlar özü də 3 yerə bölünür. Rollu sujetli oyunlar, dramlaşdırılmış oyunlar, konstruktiv oyunlar. Qaydalı oyunlar özü də 2 yerə bölünür. Mütəhərrik oyunlar, didaktik oyunlar. Didaktik oyunlara aiddir oyuncaqlarla oyun, stol üstü çap oyunu, şifahi oyun. Şifahi sözlü oyunlar nədir? Necə müəllimə? Şifahi sözlü oyunlar nədir? Şifahi söz oyunlar, yəni sözlə deyilir də, məsələn, necə deyim? Yəni tapmacalar, qafiyələr burada daxildir. Bəli, tapmacalar bu oyunda uşağın məsələn düşünmə, yada salma, diqqəti bu oyunlar vasitəsilə inkişaf edir. Təklikdə oyun. Təklikdə oyun sərbəst oyun deməkdir. Uşaq burada tək oynayır. Əgər lazım gəlsə, böyüklərin köməyindən də istifadə edə bilər.
Yox, təklikdə oyun uşağın tək oynamasıdır. Siz dediyiniz sərbəst oyundur, böyüklərin köməyindən istifadə olunması. Hə müəllimə. Sensomotor oyunlar. Sensomotor oyunda uşaqlar məsələ toxunaraq, hiss edərək, məsələ qumdan, sudan istifadə edir. Bu zaman məsələ qumdan tort hazırlayır. Burada kiçik motorika inkişaf edir, hiss edərək, toxunaraq Simvolik hərəkət edir. oyun. Simvolik oyunlarda məsələ uşaqlar hər hansı bir əşyadan istifadə edir. Tutarım ki, taxtadan telefon kimi istifadə edir, qazan qapağından maşın rolu kimi istifadə edir, qazandan nağara kimi istifadə edir. Bunlar hamısı diqqəti, təxəyyülü, təfəkkürü bu oyunlarda inkişaf edir. Süjetli rollu oyun nədir? Süjetli rollu oyunda uşaq məsələn hər hansı bir obraza gedir, ata-ana obrazına, həkim obrazına girir. Dramatik simvolik oyun. Dramatik simvolik oyunda da yenə uşaqlar nağıllardan personajlar hazırlayır, səhnələşdirirlər, obraza girirlər, özləri üçün səhnə qururlar. Bəli, doğrudur. Çox sağ olun müəllimə, təşəkkürlər. Sağ olun müəllimə, sizin sayənizdə. Buyurun. Estağfurullah. Orxan Ələkbərli profil olan müəllimə və İlgiyə müəllimə mənim sual cavabda iştirak etmişdi bayaqlar deyəsən. 2 müəllimə qalmışsınız. Siz də iştirak edin, sonra keçək testlərimizə. Buyurun Orxan. Bəli, müəllim, axşamınız xeyir. Vaxtınız xeyir. Oyunlar neçə yerə bölünür və hansılardır? Oyunlar 2 yerə bölünür. Yaradıcı oyunlar və qaydalı oyunlar. Yaradıcı oyunlar özləri də 3 qrupa bölünür. Tikinti, quraşdırma, dramlaşdırma və sujetli oyunlar. Qaydalı oyunlar isə 2 qrupa bölünür. Mütəhərrik oyunlar və didaktik oyunlar. Didaktik oyunlar nədir? Didaktik oyunlara müəllimə misal olaraq stolüstü çox oyunları misal göstərmək olar. Ən çox idrakla bağlı oyunlardır. Stolüstü çap oyunları nədir? Stolüstü çap oyunları. Stolüstü çap oyunları əsasən uşaqların idraki ilə bağlı oyunlardır. Leolardır, sonra digər çap materiallarından istifadə olunan oyunlardır. Təklikdə oyun. Təklikdə oyun müəllimə ən çox 0-2 yaşı əhatə edir. Uşaq elə bil özünü daha çox kəşf eləməyə başlayır. Oyuncaqlardan istifadə edir. Uşaq güzgünün qarşısında dayanır, özün kəşf etməyə başlayır. Bunlar hamısı təklikdə oyunu əhatə edir. Paralel oyun. Paralel oyun isə 2-4 yaşı əhatə eləyir. Uşaqlar yanaşı oynasalar da bir-birlərinə müdaxilə olmur. Yəni o eyni oyuncaqdan istifadə etsələr belə ikisi də ayrı-ayrılıqda oynayırlar da. Sensomotor oyunlar. Sensomotor oyunları isə uşaqların hiss üzvləri vasitəsilə oyunlardır. Məsələn üçün buna qum cildi, məsələn üçün əlləri ilə hiss edərək oynadıqları oyunlar belə deyək. Sərbəst oyun nədir? Sərbəst oyun isə uşaqların özləri seçdikləri oyundur. Böyüklər və yaxud da tərbiyəçi müəllim onlara müdaxilə etmir. Yəni özləri oynayırlar da, bunlara sərbəst oyunlar deyilir. Simvolik oyun. Simvolik oyun isə simvolik oyunda uşaqlar əşyalardan, məsələn üçün qapaqdan sürücü kimi istifadə edir. Əşyalara elə bir ki, əşyalardan istifadə edərək özləri obraz qururlar və onu oyuna çevirirlər. Yəni əbcədliklərdən istifadə olunması. Dramatik simvolik oyun. Dramatik simvolik oyunları müəllimə səhnələşdirilmiş oyunlarda uşaqlar elə bir ki, özləri səhnəcik qururlar, özləri rol model olaraq istifadə edirlər də, elə bir simvollara girirlər. Bəli. Doğrudur. Çox sağ olun. Təşəkkürlər. Siz sağ olun. Müəllimə, siz verdiyiniz testdə